Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərim. Ümid edirəm ki, hər biriniz yaxşısınız, hər birinizə bolca uğur arzu edirəm. Bu videomuzda sizlə 2018-ci il 20 may qəbuluna baxırıq. Birinci şans, yəni birinci qrup A variantı. Deməli, başlayaq 26-cı sualdan. 26-cı sual çaşdırıcı suallardandır. Amma çalışın ki, qaydasını öyrənəsiniz ki, əzbərə yadda saxlamayın. Əzbərə yadda saxlayanda çaşdırır adamı. Demək, burada bizə deyir ki, B cismi üzərindəki A cismi ilə birlikdə yeyinləşən hərəkət edir. A cisminə təsir edən sükunət sürtünmə qüvvəsinin istiqaməti şəkildəki kimi olarsa, cisimlər hansı istiqamətdə hərəkət edir? Gəlin birinci analiz edək. B cismi A cismi ilə birlikdə yeyinləşən hərəkət edir. O deməkdir ki, sanki belə düşünə bilərsiniz ki, A-nı B-yə yapışdırıblarmı, bağlayıblarmı desəm, A-la B bir cisim kimi yeyinləşən hərəkət edirlər. Yapışdırmayıblar, bağlamayıblar. Sanki elə təsəvvür edin ki, bunlar birlikdə hərəkət edirlər. İkincisi, əgər bunu sükunət sürtünmə qüvvəsi bu istiqamətdə təsir eləyirsə, fikir verin, A cisminə təsir eləyən yalnız sükunət sürtünmə qüvvəsidir burada. A cismi sükunət sürtünmə qüvvəsinin təsiri ilə burada sükunətdə qalıb B-nin üzərində. Deməli, normalda A hara hərəkət eləməli idi? Bu tərəfə hərəkət eləyəsi idi ki, sükunət qabağa yönəlib də tərsinə yönəlib. Yəni, A cisminin sükunət olmasaydı sağa gedəsi idi. Sükunət bunu saxlayıbdı burada. İndi yeyinləşən hərəkət eləyirsə, bax B cismi A ilə bir yerdə yeyinləşən hərəkət eləyirsə, demək ki, bu cisimlər ikisi də sol istiqamətə hərəkət eləyib də. Çünki bilirsiniz niyə? Təsəvvür eləyin ki, biz avtomobilə minib harasa gedəndə, avtomobil yeyinləşməyə başlayanda biz arxaya doğru itələnirik. Yəni, Newton qanunlarına görə bu belədir və bunu hamımız yaşamışıq. Demək ki, burada cisimlər yeyinləşən hərəkət eləyirsə, sola hərəkət eləyir ki, A cismi arxaya doğru itələnir. Arxaya doğru getmir amma. B ilə birlikdə yeyinləşən hərəkət eləyir. Niyə? Çünki sükunət sürtünmə qüvvəsi bunu bu istiqamətdə dartır, gətirir, qoymur getsin. Ona görə də cavab olur burada C variantı. 27-də. 27-də bizə belə qrafik verib tam enerjini soruşanda. Tam enerji ya bu nöqtədə, ya bu nöqtədəki qiymətdir. Və bu da demişik ki, bu ikisinin qiymətinə bərabərdir, cəminə. Yəni, 60 ilə 30-un cəmi olacaq 90. Çünki bilirik ki, tam enerji elektriklə maqnetin cəmidir. Və istənilən nöqtədə tam enerji eynidir də, həm kənar nöqtələrdə, həm də bu nöqtədə. Bu nöqtə üçün elektrikin qiyməti, maqnetin qiyməti 60, elektrik 30, cəmi də olur 90, C variantı. 28. 28-də deyir termistoru qızdırsaq. Termistoru qızdırsaq, T-si artdıqca, termistor necə cihazdır? Yarımkeçirici. Yarımkeçiriciləri qızdıranda onların müqaviməti neyinirdi? Azalırdı. Termistor azalacaq. Bura düşən müqavimət azaldığına görə bu qoldan keçən cərəyan artacaqdır. Bizə deyir ki, ampermetr və voltmetrin göstərişi. Baxın, ampermetr əvvəlcə qızmamışdan, tutaq ki, cərəyan gəlir buradan, gəldi, bölündü 2 yerə, getdi. İndi qızandan sonra nə baş verir? Buradan keçən cərəyan eyni qalıb, dəyişməyib. Amma buradan keçən cərəyan artıbdır. Demək ki, onda ümumi cərəyan artacaqdır. Çünki ampermetr bu qoldan keçən cərəyanla bu qoldan keçən cərəyanın cəminə bərabərdir. Ona görə də biz deyə bilərik ki, ampermetrin göstərişi artıb. Elə bil ki, ampermetrin göstərişi I1 plus I2-dir. Yuxarı qol olsun 1, aşağı 2. I1-ə dəyməyib, I2 artıbdır. I2 artıbsa ampermetr də artıb. Bəs indi görək voltmetrin göstərişinə necə baxırıq. İndi mən buranı sileyim. Voltmetri isə fikir verək, cərəyan mənbəsinin çıxaclarına AB işarə eləsək, baxın, bu nöqtələrdə A olacaq, bu nöqtələrdə B olacaqdır. Mənbənin gərginliyi sabitdir. AB nöqtəsi arasındadır. Voltmetrdə baxsaq, AB nöqtəsi arasında olduğuna görə deyəcək ki, elə voltmetr mənbənin gərginliyini ölçür. Mənbənin də gərginliyi sabit olduğuna görə voltmetrin göstərişi dəyişməz. Doğru cavab burada olacaq D variantı.
29. Gərginliyin zamandan asılılığına görə induktiv müqavimət ən kiçikdir. İnduktiv müqavimət bilirik ki, omega L-dir. Omegası ən kiçik olan olacaq da burada. Omega da hardadır? U bərabərdir UM sinus omega T. Yəni T-nin əmsalı. T-nin əmsalı ən kiçik olan Y variantındadır. 100. Yəni buradakının önəmi yoxdur ha bu qiymətlərin. Biz ancaq omegaya baxırıq. Omegaya görə götürürük. 30. Hansı qrafik fotoelektronların maksimal kinetik enerjisinin düşən işığın intensivliyindən asıllığını ifadə eləyir? Fotoelektronların maksimal kinetik enerjisi nədən asılı idi? Demək, biz bilirik ki, fotoeffektin 3 qanunu var idi. Əsas və bunlardan biri də bu idi ki, fotoelektronların maksimal kinetik enerjisi işığın deməli tezliyindən düz asılı idi, dalğa uzunluğundan tərs asılı idi və işığın intensivliyindən asılı deyildi. Ona görə də burada doğru cavab olur A variantı. 31. Metal naqili müqavimətini necə artırmaq olar? Metalların müqaviməti bilirik ki, temperaturdan düz mütənasib asılıdır. Temperatur artdıqca müqavimət də artır, amma burada temperatura aid cavabımız yoxdur. Yaxşı, onda R bərabərdir. Rho L bölü S düsturuna görə R-i artırmaq üçün L-i artırmaq və yaxud da ki S-i azaltmaq lazımdır. Burada da ən kəsiyin sayısını azaltmaq doğru cavab olur D variantı. 32. Azot üçün böhran temperaturu -147 Selsidir. Aşağıdakılardan hansında bu qazı mayeyə çevirmək olmaz? Əvvəlcə biz görürük ki, cavablar Kelvinlərdir, bizə isə Selsi ilə verib. -147 Selsini çevirsək Kelvinə olacaq -147 üstəgəl 273. Bu da nə eləyir? Hesablayaq. 273, 6, 2, 1. 126 dərəcə. Deyir ki, hansında bu qazı mayeyə çevirmək olmaz? Biz bilirik ki, böhran temperaturundan yuxarı temperaturda heç bir təzyiq altında qazı mayeyə çevirmək olmaz. 126-dan böyük burada bircə dənə cavabımız var. A variantı. 33. Hansı qurğuda yanacağın daxili enerjisi mexaniki enerjiyə çevrilir? Yanacağın daxili enerjisi mexaniki enerjiyə çevirən qurğular hansılar idi? Dizel mühərriki, biz termodinamikada keçirdik. Termodinamikanın axırında deyirdik ya dizel mühərriki, sonra külək mühərriki deyildi. Buxar turbini, sonra nə var idi? Orada başqa reaktiv mühərrik var idi və s. Bunlar hamısı daxili enerjini mexaniki enerjiyə çevirən qurğular idi. Ona görə də burada həmin variantlardan dizel mühərriki olacaq. Doğru cavab C 34-də. İpin T gərilmə qüvvəsi 20 Newtondursa, F gərilmə qüvvəsini hesablayın. T gərilmə qüvvəsi yalnız baxın, burada bir dənə M kütləsinə təsir eləyir. Əgər buna təsir eləyən qüvvə 20-dirsə, bunun ağırlığı ilə tarazlaşır da bu T qüvvəsi. Onda burada təsir eləyən qüvvə 2T olacaq. Çünki 2M ağırlığına təsir eləyir və olacaq 40. Bu əgər 40 Newtondursa, onda bizim bu ipdə də həmin qədər qüvvə olacaq. Çünki biz demişik, eyni ipdə eyni qüvvə olur. Onda həmin bu F qüvvəsi də 40 Newton olacaq. Bizdən əgər bunu soruşurdusa, cavabımız olur D variantı. 35. Qapalı qabdakı ideal qazı qızdırdıqda. Qapalı qab dediyinə görə həcm sabitdir. İdeal qaz qızırsa temperatur artır. Temperatur artanda təzyiq artır. Rho-nun da düsturu PM böl RT-yə görə baxsaq, qapalı qab olduğuna görə və ideal qaz olduğuna görə V sabitdirsə, sıxlıq da sabitdir. Çünki bura əlavə qaz atomu gəlmir, qaz atomu buranı tərk eləmir. Həm də ki, P də artır, T də artır. Bunlar bir-biri ilə düz mütənasib artdığına görə sıxlıq dəyişməz. Deməli, təzyiq artar, sıxlıq dəyişməz. Doğru cavab olur B variantı. 36. Bir cins maqnit sahəsində çevri üzrə hərəkətdən protonun dövr etmə periodunun kinetik enerjisindən. Protonun dövr etmə periodu 2πm bölünsün QB-dir. Gördüyümüz kimi kinetik enerjidən asılı deyil, çünki sürətdən də heç asılı deyil. Ona görə doğru cavab olur A variantı. 37. Elektrik sahəsinin verilmiş nöqtəsinə yerləşən Q yükünün potensial enerjisi 50 jolda, həmin nöqtədə yerləşən 2Q yükünün potensial enerjisi nə qədər olar? Deməli, biz potensial enerjini yazırıq ki, Q vurulsun, F2 çıx F1 və yaxud da ki, delta F yaza bilərik QU düsturuna görə.
Burada da baxıram ki, həmin nöqtə deyirsə, həmin nöqtə o deməkdir ki, bunun potensialı eynidir, potensialı dəyişməyibdir. Potensialı dəyişməyibsə, enerji ancaq Q-dən düz asılı qalır. Burada da əgər Q yükünə 50 joule enerji düşürdüsə, Q 2 dəfə artdı, 2Q oldu, onda enerji də 2 dəfə artıb olacaq 100 joule. 38. Periodları müqayisə edilir. Biz bilirik ki, iç-içə çevrələrdə periodlar bir-birinə bərabər idi və radiusdan asılı deyildi. Ona görə də burada bütün nöqtələrdə periodlar bir-birinə bərabərdir. A variantı. 39. Bizdən deyir ki, maqnit selinin dəyişməsinin modulunu hesablayın. Yəni, delta fini istəyir bizdən. Delta fini hesablamaq üçün nə edərik? Biz bilirik ki, epsilon induksiya bərabərdir. Delta fi bölünsün delta t, yəni fi iştirik t. Biz fi'nin qrafikindən epsilon tapanda onun törəməsini tapırdıq. Amma indi epsilonla fi'ni tapmaq üçün biz fiqur sayısı hesablamalıyıq. S fiqur bizə verəcək həmin o delta fi'ni. Həm də modul dediyinə görə mənfiyə baxmırıq. İndi burada fiqurumuz nədir? Trapesiyadır da. Bu trapesiyanın sahəsi. Kiçik oturacağımız neçədir? Buradan bura kimidir da. Yuxarı hissə bura 3. Üstə gəl. Böyük oturacaq 5. Bölünsün 2 vurulsun. Hündürlüyü də 2-dir. Bu hissəmiz elə bura bərabərdir. Burada da cavabımız olur 8. Doğru cavab olur A variantı. Sonra baxırıq 40-cı suala. Nizam xətti böyütməsinin vahidi. Xətti böyütmə nə idi? G bərabər idi. F bölünsün D. Metr bölü metr adsız kəmiyyətdir. Ona görə də olur cavab B. 41. Sərbəst düşən cismin potensial enerjisi 2 metr yolda 80 jouldan 50 joula azalırsa, ona təsir edən ağırlıq qüvvəsini hesablayın. F ağırlıq sual. Deməli, biz bilirik ki, sərbəst düşmə zamanı cismin gördüyü iş ona təsir edən qüvvə ilə onun yer dəyişməsinə bərabərdir. Burada da 80 jouldan 50 joula azalıbsa, 30 joule iş görülüb də, ağırlıq qüvvəsi 30 joule iş görübdür. Ona görə də delta enerji W bərabərdir. F ağırlıq vurulsun H. Sərbəst düşmə zamanı cismə yalnız ağırlıq qüvvəsi təsir edir. Burada da yazırıq ki, delta W bölünsün H, 80 çıxılsın 50 bölünsün 2. Burada da 30 bölünsün 2, cavab olur 15. D variantı. Süni peyk yer ətrafında dairəvi orbit boyunca hərəkət edir. Peyk başqa orbitə keçdikdə mərkəzə qaçma təcili artırsa, sürət və yer ətrafında fırlanma periodu necə dəyişir? Və təsəvvür eləyin ki, bu yer kürəsidir. Burada da süni peyk fırlanır. Süni peyk burada fırlanır. Burada. Bu peyk orbitin dəyişib, ya yerdən uzaqlaşa bilər, ya yerə yaxınlaşa bilər. Bunun 2 dənə yolu var. İndi baxıram ki, təcil artıb. Təcilin artmağı nə deməkdir? F artmalıdır da, deməli. F haçan artırdı? Cisim yerə yaxınlaşanda J M1, M2 bölünsün R kvadratına görə F-in artmağı, R-in məsafənin azalmağı demək. Məsafə azalırsa, cisim yerə yaxınlaşır. Yəni, bu orbitə keçir. Hərəkət eləmək üçün bu orbitə keçir. Deməli, biz tapdıq ki, məsafə azalıb. Demək, yerə yaxınlaşıb. Yerə yaxınlaşanda cismin sürəti artan şeydir. Ona görə də sürət artar. Bəs fırlanma periodunu necə götürürük? Fırlanma periodu da biz bilirik ki, T1 böl T2-nin kvadratı bərabərdir R1 böl R2-nin kubu. Bu düstura görə periodun kvadratı radiusun kubu ilə düz asılıdır. Düz asılıdır da. İndi burada radiusu azalıbsa, deməli fırlanma periodu da azalacaqdır. Ona görə də periodu azalar, sürəti isə artar. Doğru cavab olur burada B variantı. 43. 43-də bizə deyir ki, 3-cü enerji səviyyəsində olan hidrogen atomunun iyonlaşma enerjisi nəyə bərabərdir? 3-cü səviyyədə olan atomun iyonlaşma enerjisi budur. Yəni, elə orada verilən qiymətdir. B variantı. 44. 44-də deyir ki, hansı nöqtəyə uyğun zamanında cismin sürəti sıfırdır? Cismin sürəti o vaxt sıfır olur ki, bu istiqamətin dəyişdiyində. Burada da deməli bu nöqtədə istiqamətin dəyişdiyi nöqtədir və sürət sıfıra bərabər olduğu anda ona görə Y variantı. 45-də V bölünsün lambda. Biz bilirik ki, V bərabərdir. Daha doğrusu belə yazsaq, lambda bərabərdir. V vurulsun T-yə. V bərabərdir. Lambda bölünsün T-yə.
İndi burada biz baxın, bunu belə də yaza bilərik də. V vurulsun T ya da V bölünsün N. İndi burada biz N-unu tapsaq, N bərabərdir V bölünsün lambda eləyəcək. Yəni V bölünsün lambda nədir? N nə idi? Tezlik. Tezlik də olur D variantı. 46. 46-da deyir ki, bizə nə deyir? Naqilə təsir edən qüvvə hansı ifadə ilə təyin olunur? Burada naqilə təsir edən qüvvə hansı hissəsinə təsir eləyəcək? Sahəyə perpendikulyar hissəsinə. Baxın, 2L hissəsinə, bu hissəsinə. Çünki bura perpendikulyardır. Bura isə paraleldir. Bura ümumiyyətlə qüvvə təsir eləməyəcək, amper qüvvəsi. Bu hissədə də F amper bərabər IBL-dir də. Cərəyan şiddəti I verilib, sahə B verilib, uzunluq isə 2L-dir. Ona görə olacaq 2IBL. Cavab C variantı. 47. Oğlan bərabər sürətlə şərqli yuxarı istiqamətdə hərəkət edən liftin kabinəsindədir. İfadələrdən hansılar lift bərabər yeniləşən hərəkətə başladıqda doğru olar? Əgər lift bərabər yeniləşən hərəkətə başlayırsa, yəni bərabər sürətlidən bərabər yeniləşənə başlayır və yuxarı istiqamətdə yeniləşir. Yuxarı istiqamətdə yeniləşdiyinə görə təcil də yuxarı olacaq yeniləşir deyə. Onda çəkiyə yazacaq ki, M, J üstəgəl A. Çəkisi artır. Çəki artırsa bunun dayağa göstərdiyi təzyiq də artacaq da. Onda 1 burada doğru olacaq. Dayağa göstərdiyi təzyiq dəyişməz. Təzyiq azalar. Ağırlıq qüvvəsi dəyişməz. Təbii ki, ağırlıq qüvvəsi yəni yer kürəsindən uzaqlaşarsa, bilinəcək qədər məsafədə uzaqlaşarsa dəyişər onda. Ağırlıq qüvvələri səhvdir. Burada da cavab olur 1, 4. Yəni ağırlıq qüvvəsi açan dəyişər. JM bölünsün R kvadratına görə, JMM bölünsün R kvadratına görə. Məsafə dəyişdikdə yer səthindən H hündürlüyünə qalxarsa, bu zaman ağırlıq qüvvəmiz dəyişər. 48-də sağacın induktivliyini istəyir. Enerji verilib bizə. Bizə deyir ki, cərəyan şiddətinin ilkin qiyməti 2-dir, sonrakı qiyməti 5-dir. Enerji 84 joule artıb. Enerji 84 joule artıb. İnduktivliyi hesabla. Enerjinin yerinə yazıram ki, L-I2 kvadratı bölü 2 bərabərdir L-I1 kvadratı bölü 2 üstəgəl 84 və buradan yerinə qoydum. Buradan da L bölü 2-ni çıxartsam çölə, I2 kvadrat. Bunu da atıram bu tərəfə. Çıx. I1 kvadrat bərabərdir 84. İndi qoyaq yerinə L bölü 2 bərabər. L bölü 2. I2-nin kvadratı 5-in kvadratı. Çıx 2-nin kvadratı bərabər 84. L vurulsun 25-dən 4 çıxanda 21 bölü 2 84. Buradan da L-i tapanda 2 vur 84 bölü 21. Bu da eləyir 8. 48-də cavab olacaq 8. 49. Sabit gərginlik mənbəyinə qoşulub. Qoşulubsa nə sabitdir? U. Kondensatorun enerjisi 10 millijouldur. Cavabı da milli ilə istədiyinə görə mən artıq orada çevirmə etməyəcəm. Deyir ki, kondensatorun lövhələri arasında dielektrik nüfuzluğu epsilonla dielektrik gətirəndə enerji nə edir? Qoşulubsa biz deyirik SU kvadrat bölü 2. S-ni də atsaq epsilon 0 Y kvadrat U kvadrat bölünsün 2. Belə yazsaq, epsilon 0 S yazmalıydım. Mən bura bir dəqiqə. C-nin düsturu nə idi? Epsilon 0 S bölünsün D. Onda ikisi də var. Düsturumuz olur bu şəkildə. Burada da deməli biz baxırıq ki, epsilondan enerji necə asılıdır, düz asılıdır. Əvvəlcə hava kondensatoru idi. Epsilon bərabər 1 olanda enerji 10 idi. İndi epsilon bərabər 7 olanda enerji nə edəcək? 7 dəfə artacaq, olacaq 70. Bizə deyir ki, nə qədər artar? 10-dan 70-ə gəlmək nə qədər artmaqdır? Üstünə 60 gəlməkdir də. Deməli 60 millijoule artıbdır. Və nəhayət 50-ci sualımız. 50-ci sualımızda bizə nə deyir? Uyğunluq. Birinci işarət nədir? Təbii ki, voltmetrdir. Bu yarım keçirici dioddur. Bu isə reostatdır. Ampermetrin şərti işarəsi yoxdur. İş prinsipi maqnit-sahəsinin cərəyanlı çərçivəyə göstərdiyi təsir. Bu da voltmetrə aiddir. 1-də olur AC, 2-də olur B, 3-də olur D.
Daha bir testin sonuna gəldik. Ümid edirəm ki, sizin üçün hər şey aydındır. Əgər videolara baxıb yararlanırsınızsa, buradan nəsə bir elm öyrənirsinizsə, o zaman geri dönüşlərinizi unutmayın ki, bu bizim üçün çox xoşdur və kanala abunə olmağınızı da sizdən xahiş edirəm. Sınaq qrupumuza da qoşulmaq istəyirsinizsə, ekranda yazdığım nömrəyə WhatsApp-da yazaraq qoşula bilərsiniz. Bizim hər həftə 3 sınağımız olur və 5-ci günlərdə həmin sınaqların həllini göndərirəm qrupa. Ona qədər, yəni 1-ci gündən 5-ci günə qədərsə siz bunları işləyirsiniz, sonra yoxlayırsınız ki, harda nə səhviniz var, onların üzərində daha çox çalışasınız. İnşallah ki, axıra qədər sizin üçün faydalı olar bu videolar. Gələn videomuzda görüşənə qədər hələlik.